6-cı sinif Elifin məktəb turu. 1-ci sual. 1-ci sualda vurğulanır ki, əbob 22C ilə əköb 22C-nin cavabı 66 olarsa C tapın. 6-cı sinif dərsliyimizdə də bizim belə bir qeyd olunub düsturumuz var ki, düsturda bildirilir ki, əköb AB vurulsun əbob AB elə A vurulsun B-ni vermiş olur. N ədədin əköbü ilə əbobun hasili elə özlərinin hasilidir. O zaman 22 vurulsun C elə 11 vurulsun 66-dırsa, ixtisar aparmış olduq 22-yə. C elə də 3, 11 dəfə 3, 33. 1, B variantı. 2-ci sualda biz bunun əköbünü tapmaqdansa ən rahat halda 2-ci sualı ayıra bilərik hasillərə, məxrəcini. Məxrəci ayırırıq hasillərə. Necə edirik uşaqlar? Demək, 2-ci sualda biz deyir ki, 2-ci sual üçün 42 6 vurulsun 7 olsun. 28 4 vurulsun 7 olsun. 70 7 vurulsun 11. Əköbünü tapacağıq məxrəclərin. Görürük ki, hər birində 7 var. Bir dəfə yazırıq. Sonra hər ikisində 2-yə vurma var. Bir dəfə yazırıq. Hər üçünü daha doğrusu. 6-da 7-si 2-si getdi 3 qaldı. 4-də 2-si getdi 7-si getdi 2 qaldı. 70-də isə 7-də getdi 2-də getdi 5 qaldı. Bunların hasilini tapanda 2 dəfə 5 10, 10 dəfə 3 30, 30-u 2-yə vuruq 60, 67-yə vurduq 260, 6 dəfə 7 42. 420. Cavab edir 420 məxrəc üçün. 6 bu hasillərdən 6 7-si gedəndə 2 vurulsun 5 10 qalır. Ortaq məxrəc tapılma qaydasını yəqin ki bilirsiniz. 5 dəfə 10 50 çıxılsın. 28-i gedəndə 15 qalır. 15 dəfə 3 45. Üstə gəlinsin. 70-i gedəndə 6 qalır. 11 dəfə 6 66. 50-dən 45 çıxana 5, 66-nın üzərinə 5 gəldik 71, 420-də 71. C variantı. 3-cü sualda bildirilir ki, Mahirin addımı 60 sm, Aydanın addımı 50 sm-dir. Onlar ilk addımlarını eyni səviyyədən və eyni vaxt nasıl salar? Əslində, eyni gedərlərsə, bərabər gedərlərsə əbob hesab olunur. Əbob tapılır. Amma vaxt deyəndə eyni. Həmişə biz əköbü tapmalıyıq. O zaman 3-cü sual üçün əköb 60 50-ni tapırıq. Hər ikisini 10-a vurma var deyən əbob ortaq çıxarıldı. 6 vurulsun 5 elədi 300 sm. 1 sm-in də 100 metr olduğuna görə 3 metrlənmiş oldu. Və deyir ki, sonra 450 metr məsafədə ayaq izləri neçə dəfə yanaşı gələr? 450-ni də bölürük. Aldığımız 3 metrə eləyir 150 metr. Daha doğrusu 150 dəfə. A variantı. 4-də deyir ki, yazıcı kitabxanaya müəyyən sayda kitab hədiyyə etdi. Bu kitabların həm 8-8, həm də 10-10, həm də 12-12 bağladıqda 5 kitab artıq qalır. Ən az neçə kitab var? Ən az, yəni əköb. Biz onu həm 8, həm 10, həm 12 bağlaya biliriksə, demək, hər üçünü böləni iştirak eləməlidir. Yəni, əköbünü istəyir. Ən az deyirsə, o əköbünü tapmış oluq. 8, 10, 12. Saydalıqları ayırarkən görürük cavab 120 eləmiş olur. 5 artıqsa 120-nin üzərinə 5 gəldik. 125. 5-ci sualda A-nı 3-4 dəfə özünə vuracaq. 3, 3, 3, 3, 81. 2-ni 5 dəfə özünə vuracaq. 2, 2, 2, 2. Eləyir 32. 81 çıxılsın 32 çıxılsın 1 bölünsün 16. 81-dən 1 çıxı 80 böldük. 80-dən çıxdı 32-ni
48 bölü 16 3. Demək A-nın cavabı 3 edir. Əgər biz hansı suala baxırıq? Lövhəni silsək. A'ya 3 almış oluruqsa, bizə A-nı deyil də A üstü 5 istəyirsə, yəni demək istəyir A-nı 5 dəfə özünə vurmuş ol. Yəni A əgər 3-dürsə, 3-ü 5 dəfə özünə vuruq. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci. 3 dəfə 3, 9, 9 dəfə 3, 27, 27 dəfə 3, 81, 81-ə vurduq. 243. Cavab oldu C variantı. A, B, C-də müxtəlif ədədlər olarsa, hətta sadə, yəni 1-ə və özünə bölünməlidir. A ilə müəyyən bir ədədin hasili 35-dirsə, burada 4 mümkün hal var. 5 vurulsun 7, 7 vurulsun 5, 1 vurulsun 35. 35 vurulsun 1. Bilirik ki, bütün cüt ədədlər mürəkkəbdir. Yalnız 2 sadədir. 1 nə sadədir? Mürəkkəb. Ona görə bu ola bilməz. Çünki 1 nə sayda, nə mürəkkəbi hesab olunur. 35 də 5-ə və 7-yə, 1-ə özünə bölündüyü üçün mürəkkəbdir. Getdi. Demək, A üçün bizim 2 mümkün halımız var. Ya 5-dir, ya 7-dir. O zaman ya 5-dir, ya 7-dir. Deyə bilərik ki, burada boş yerimiz var. 6-cının həllinə. A əgər 5 olarsa və ya A 7 olarsa, 2 mümkün hal var. Birinci halda A-nın 5 olduğunu düşünsək. Digər vurğularda isə 48 ayıra bilərik. 16 vurulsun 3, nə bilim 2 vurulsun 24, 6 vurulsun 8, 12 vurulsun 4 bu kimi. Bunların heç birində mürəkkəb ədəd hesab olunduğuna görə mümkün deyil ayırmaq. Bizim üçün C ya 3-dür, ya 2-dir ki, sadə ədəd alınmış olsun. Geri qalan vuruqlarını 6 vurulsun 8, 8 vurulsun 6, 12 vurulsun 4, 4 vurulsun 12 hər birinin mürəkkəb hesab olunur. Demək, C-nin üçünsə mümkün hallar ya 3-dür, ya 2. Demək, A-nın 5 halında C-nin də A 5 olarkən bir dəfə C-yə 3 qoyub təpajıyıq, bir də C-ni 2 qoyub təyin eləyəndə. Ta ki 5 çıxılsın C, A5-dirsə 7 olmağa məcburdursa, birinci halda C 3 olarsa 5 çıxılsın 3 bərabər 7-dirsə B 10 eləyəcək, 10 mürəkkəbdir. İkinci halda 5 çıxılsın C yenə 7 gözlə baxanda, 5 çıxılsın C-ni yenə 2 qoyanda B 9 mümkün deyil, çünki mürəkkəb ədəddir. Demək, A-nın həm 3 həm 2 qiymətini yoxlamış olduq. İkinci halda isə burada A-ya 7 düşünsək, demək o zaman 5 çıxılsın C məcburdur 5 olsun. 7 dəfə 5, 35 edir. Bir də 2 dənə mümkün halı var. Bir dəfə C-yə daha doğrusu. C-ni 3 fikirləşsək, demək 5, 8 imiş. 8 mürəkkəb ədəddir, mümkün deyil. Hər üçü olmalıdır sadə. Əgər A çıxılsın, daha doğrusu 5 çıxılsın C, yenə biz ona 7 baxsaq, bu dəfə B-yə biz 3 deyil 2 qoysaq C-yə üzr istəyirəm. Daha doğrusu bu 5'ti. Bu zaman B almış oluq 7. Əslində 7 sadə ədəddir. Lakin müxtəlif olmanı üçün doğru fikir deyil. Yəni bu sual səhv sualdır. Səhv sualdır. Səhv tərtib olunub daha doğrusu. Hə uşaqlar. 7-ci suala baxsaq, nənə və ki nəvəsinin yaşları cəmi ən böyük rəqəmli ədəddir vurğulanır. Nənə birinci nəvəsindən 7 dəfə böyükdür. Digərinin 51 yaş böyük hesab olunur və nəvələri yaşları cəmi tələb olunur. Demək uşaqlar, bildirmək istəyirəm ki, hər birini A, B, C ilə tapsaq daha rahatlar və yaxud da nənə, elə olsun nənə A, birinci nəvə olsun B, ikinci nəvə olsun C. Bunların hər üçünün yaşına ən böyük rəqəmdə deyilsə 99 imiş. Nənə nəvəsindən birincidən
7 dəfə böyütdüsə, nəyin adını birinci çəkirsə, ona bərabər qoyuruq. Bir də bir qaydamız var. A bərabər nənənin birinci deyir. Birinci nəvə deyirsə, dəfə onu vurmur, 7 vurulsun B. İkinci nəvəsindən 51 yaş böyüsə, yəni yenə nənədən gəlirsə söhbət, birinci nənənin adı çəkilirsə, nənə bərabərdir 51 üstə gəlsin C-yə. Buradan hər birini eyni hərflə işarə etməliyik ki, uşaqlar daha tez çıxmış olsun cavabımız. Tutaq ki, C bərabərdir nəyə? Tapsaq buradan A çıxılsın 51-ə. C-nin yerinə yazacağım. A-nın yerinə A. Üstə gəlsin B. Üstə gəlsin C-nin yerinə A çıxılsın daha doğrusu. 51 bərabər 99-a. Biz A-nın yerinə, burada 2A, üstə gəlsin B, çıxılsın 51 bərabər 99 aldıq. A-nın yerinə biz nə qoymuşuq? 7B. O zaman 2 vurulsun 7B, üstə gəlsin B bərabər 99, üzərinə gəlsin 51-ə. 15B elədi, 99 51 gəlir 150. B etdi 10. B artıq 10'dur. B bizdə birinci nəvədir. Nəvələrin yaşları cəmini istəyirsə, yəni B ilə C-nin cəmini istəyir, biz C-ni tapmalıyıq. Bizə C-ni tapırıqsa, B 10'dursa, A eləyir nə? 7 vurulsun 10. 7 B-dirsə, eləyir 70. A 70'dir. C isə A çıxılsın 51'dirsə, 70 çıxılsın 51. Edir 19. 10 ilə 19'un cəmi edir 29. D variantı. 8-ci sualda deyilir ki, 6-cı sinifdə oxuyan şagirdlərdən 18 nəfər rəsm, 16 nəfər tarix dərnəyinə gedir. Bunlardan 6 nəfər hər ikisinə gedirsə, biz bu Əküb-Əbub qaydasını El-Riven dairəsindən eləyəcəyik. Və yaxud da bizim hazır düsturumuz var, amma El-Riven daha başa düşüləndir. Demək uşaqlar, rəsm və tarixdən gedirsə bizim 2 dənə dairəmiz olacaq. Çünki 2 fərqli hissədən danışılır, 3 və daha artığından deyil. Ayrıq sayda üzr istəyirəm. El-Riven dairəsini çəkirik. Birinci yazırıq rəsm. İkinci olsun tarix. 6 nəfər hər ikisinə gedirsə, demək ortaya düşmüş olur 6. 18 nəfər rəsmə gedirsə, 18'in 6'sı gedib artıq. Qalıb 12. 16 nəfər tarixə gedirsə, artıq 16'nın 6'sını biz ortaya yazmışıq. Qalır 10. Sinifdə neçə şagird var? Demək, bura oldu 12, 6, bir də 10. Sinif bunların ibarət olduğuna görə bunların cəmi lazımdır. 12 üstə gəlsin 6, üzərinə gəlsin 10, 28, 18, 28 C variantı. 9-cu suala baxsaq. 9'da deyir ki, bir qabın 6'da 5 hissəsi su ilə doludur. Qabın 7'də 4 hissəsini boşalarsa, qabda 15 litr su qalar. Qab neçə litr su tutar? Demək uşaqlar, qabın 6'da 5 hissəsi doldur. Qab olsun, ən yaxşı halda x litr. X litr. Qabın 6'da 5 hissəsi doldursa, demək 6'da 5 x doludur. Qabın suyunun 7'də 4 hissəsi boşalarsa, 7'də 4'ünü boşaldırıqsa uşaqlar, geridə nəyə qalır? 7'nin 4'ü gedirsə, 7'nin 3'ü qalır da. Demək 6'da 5 x-in 7'də 3'ünü tapırıq. O da ixtisar getdi. Qaldı 14'də 5 x dolu. Və bunun cavabına deyir, qabda boşalarsa 15 litr su qalar. Yəni demək istəyir ki, 7'də, 14'də 5 x-in edib 15.
Altta xətt çəkib 1 yazırıq, çarpacağıq. 5x bərabər 14 vurulsun 15-ə. İxtisar getdi, 3 qaldı. X oldu 42. Demək, qab bütövlükdə 42 litr su tutmuş olur. 42 cavabı varmı? Bəli, A variantı. 10-cu sualda A-nı 20% artırdıq. Maksimum 100%-a 20 artdı, oldu 120%. Ona kəsrli ifadə etsək, 1,2. B-ni 20% azaltsaq, maksimum 100%-a 20-si getdi 80% alındı. O da 0,8. Ədəd, daha doğrusu B yox da, eyni ədəd. A, eyni ədəddən gedirmiş. Mən oxumamışam şərti, fikrim yayılıb. Alınan ədədi, yəni 1,2 20% azaldı. Maksimum 100-dürsə, 20% getdi, qaldı 80%. Yəni 80-ə vurub 100-ə böləcəyik. Bölürük, eləyir 96. Böldük 100-ə. 96 almış olduq. Yəni maksimum 100%-dirsə, mən 100-ün 96 almışamsa, demək 4% azalmış olur. Başa düşdüyüm 20% artdı, elədi 1,2. 120%, 1,2 deməkdir. Faizə də çevrəndə. 20% azaldanda təzədən dəyişməz deyə bilməz. Çünki yeni də alınıbdır. 100-ün 20-si getdi 80-i qaldı. 96 da 4% azalmış olur. 180 manat pul 3 nəfər arasında 3-5-7 nisbətində bölünür. Biz bunu 6-cı sinif dərsində demişik. 3K, 5K, 7K eləyir. Toplayacaq K'ları, bunların cəmi 15K. 180-i böləcəyik 15-ə. Eləyəcək 12. Ən böyük olan deyirsə 7 vurusunu 3-ü vuracaq 12-yə. Bir də 5-i vuracaq 12-yə. Bir də 7-yi vuracaq 12-yə. 36, 60, 84. Ən çox olanla ən az olanın fərqini istəyirsə, 84-dən çıxırıq 36-nı. 84 çıxılsın 36, getdik, birini verdi 8 qaldı. 48. Cavab B variantı.